Əziz və dəyərli müsəlmanlar, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Allahın iznlə bu dəvəki çatdıracağımız mövzu təvəkkülkarlıqdır. Təvəkkülkarlıq dinimizin ən çox bəyəndiyi və ən çox bir möminin olması lazım olan xasiyyətlərindən birini vurğulayır. Yəni necə? İnsan heç bir zaman özün başqalarının üstün görmək, təkəbbür, kibirli olmaq isə təvəkkülkarlığın ziddidir. İslam dini isə bunu ittifaq qəbul etmir. İslam dini hər zaman bir mömindən təvəkkülkar olub və insanlara qarşı da bu şəkildə olmağını istəyir. Hicrətdən 8 il keçmişdi. Peyğəmbər sallallahu aleyhi ve sellemin Mədinəyə gəlişindən. Artıq Məkkənin fəthi gəlib çıxmışdı. Və Allah Resulü sallallahu aleyhi ve sellem döyüş olmadan Məkkəyə daxil olur. Və böyük bir ordu ilə. Və Məkkə şəhərinə daxil olanda qalib bir komandir kimi deyil, buranı fəth etmiş bir kimi deyil, bir qul kimi daxil olur. Hətta getir ki, sahabələr deyir ki, Allah Resulü o qədər deyib dəvəsini əyilmişdi ki, dəvənin yəhərindən deyib başı aşağıdaydı. Yəni o qədər Allah Resulü sallallahu aleyhi ve sellem təzim bir şəkildə Kəbəyə girir. Amma o Kəbədən onu çıxardanlara qarşı demək ki, mən gəldim. Və ora gedən kimi onu incidənləri heç kəs də incitmədi. O təvəkkülkarlıqla və səmimiyyətlə Kəbəyə daxil oldu. Və Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem Kəbəyə daxil olandan sonra insanlar hissə-hissə ondan görüşməyə gəlirlər. Və bir gəncə Allah Resulü sallallahu aleyhi ve sellem yanına gəlir və bəzi şeylər soruşur. Və bu soruşan əsnada qarşısındakı Allahın Peyğəmbəridir və onun heybətindən əsməyə başlayır. Dili topaqları və çətinliklə danışır. Allah Resulü ki, oğlum, mən bir kral deyiləm. Mən gün altında qurumuş bir ət yiyən qadının evladıyam. Təvəkkülkarlığın ən üstün səviyyəsi. Yəni o gəncə dediyi sözün gözəlliyinə bax. Ey gənc, mən gün altında qurumuş bir ət parçası yiyən qadın evladıyam. Mənim qarşımda qorx və əsmə. Sakitcə öz suallarını verə bilərsən. Və Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə nə buyurur? Bir Rəhmanın əsl bəndələr o kəslərdir ki, onlar yer üzündə təmkinlə, təvəkkülkarlıqla gəzər. Cahillərdir onlara bir söz dedikdə, onlar sadəcə onlara salam deyilər, yanlarını ötüb keçərlər. Heç vaxt onlarla münaqişəyə girməzlər. Rəhmanın əsl bəndələri onlardır. Təvəkkülkar bəndələri. Təvəkkülkarlıq ən çox yaraşan kimədir? Möminə. Allah Resulü sallallahu aleyhi ve sellemin yanına bir sahabə gəlir. Ey Allah Resulü, mən gözəl geyinməyi xoşlayıram. Bu təkəbbürlükdürmü? Həzrət Peyğəmbər buyurur ki, xeyr. Allah gözəldir və gözəlləri sevir. Və o Allah Resulü'nün həyatını necə yaşayırdısa, o sahabələr də sirat etmişdi. Və sahabələr də Allah Resulü sallallahu aleyhi ve sellemdən özlərini örnək götürürlər. Ki bir geyim nədir ki? Geyimə görə qorxur ki, birdən təvazükar deyil, təkəbbürlü olaram. Və Allah Resulü'nün yanına gəlir. Və sahabələrin həyatına biz baxdığımızda, Həzrət Ömər radiyallahu anh xəlifəlik dönəmində Qüdüs fəth olur. Və Qüdüsün həmin o Məscid-i Əqsaya baxan şəxs buyurur ki, mən hasarları yalnız xəlifəyə verəcəm. Və Həzrət Ömər radiyallahu anh çıxır yola. Bir özü, bir köləsi. İkisinə bir miniyi olur. Və Qüdüsə qədər biraz Həzrət Ömər radiyallahu anh miniyə minir, biraz köləsi. Və Qüdüs şəhərinə daxil olanda kölənin növbəsinə gəlib düşür. Həzrət Ömər radiyallahu anh dəvədən, yüyənindən tutub və kölə dəvədə. Həzrət Ömər radiyallahu anh yaxınlaşanda insanlar hər kəs minin üzərindəyim Həzrət Ömər zənn edir. Və hər kəs qata-qata onun yanına gəndə Həzrət Ömər radiyallahu anh aşağıdadır. Kölə buyur nə buyur? Sizin xəlifəniz aşağıda olandır. Bir Yahudi buyurur ki, mənim İslam dininə girməyimə səbəb sırf bu əməl oldu. Xəlifə yerdə, bir kölə minikdə. Həzrət Əli radiyallahu anh məhcə daxil olur və miniyi qapının önünə bağlayır.
Və bunu ki, çıxanda bu yoxsula bunu verəcək. Çıxanda Həzrət Əli radiyallahu anh görür ki, həmin şəxs mini də götürüb qaçır. Həzrət Ömər radiyallahu anh, Əli radiyallahu anh buyurur ki, çox təvəzzükarlıqla. O ona halal yoldan qismət olacaqdı. Amma haramdan seçdi onu. Yəni əsəbləşmədən, kibirlənmədən nə vurur? O ona halal yoldan qisməti idi. Çıxanda demişdim ki, ona verəcəm. Amma haram yoldan seçdi onu. Allah subhanahu teala Quran-ı Kərimdə bu ki, adamlardan təkəbbürlə üz çevirmə. Yer üzündə lovğa gəzmə. Həqiqətən Allah heç bir özünə bəyənəni, özündən razını bəyənməz. Allah subhanahu teala burada yer üzərində təkəbbürlə gəzmə. Yəni, bizim yaşantımıza baxsaq, yiyəcəyimizin və giyəcəyimizdən artıq heç bir şey tükədə bilmirik. Və güc qüvvəmizə baxanda Allah subhanahu teala yaratdığı bəzi canlılardan da zəifik. Amma Allah subhanahu teala bizə ağıl deyə nemət veribsə, o nemətlə biz təkəbbürlənməli deyilik. Əksinə, təvəzzükar bir şəxs olmalıyıq. Və Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem bu təvəzzükarlığın nümunəsi. Məsciddə insanlarla bərabər bir şəxs gəlir və məscidə daxil olur. Birinci dəfə ki, Mədinə şəhərinə gəlirdi. Və məscidə daxil olarkən buyurur ki, bu Muhammed deyilən bir şəxs var, sizin Peyğəmbər. O kimdir? Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem bu əsnada insanlara xidmət edirdi. Əlində bir qab insanlara yemək ikram edirdi. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, yüzün onu təvəccüh və buyurur ki, Səyyidül qavmi xalid. Bir bölgənin seyidi, bir bölgənin rəhbəri o bölgənin xidmət edənidir. Təvəzzükarlığın ən üstünə. Və o üstünlük eydi ki, Bizans kralının yanına gedən, onun yanına gedən bir məsləhət nədir? Deyir, o Muhammedə elə yanında qulluq edirlər ki, onun əmrində elə dururlar ki, bir an söz desə tərəssüz edərlər. Amma o tərəssüz əmri yerinə yetirməkdən ötürü Allah Resulü öz həyatını onlara göstərdi. Təvəzzükarlığın, təkəbbürlə deyil, insanlardan üz çevirərək deyil. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, deyir, bir müsəlmanın özünü bəyənməsi və insanlardan üstün tutması günah olaraq ona kifayət edir. O insan artıq öz əməl dəftərini doldurub. Və çox gözəl də bir söz var ki, hər bir şey incəliyindən qırılır, insan isə sərtliyindən. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm sahabə nə deyir? Deyir, dilin tutur, bunu qoyur cənnətlisən. O dil bizi təvəzzükarlığa gətirib çıxardır, insanlarla xoş danışmağa. O dil bizi gətirib o səviyyələrə çıxardır. Daha insanlarla qırıcı səviyyə deyil, insanlarla yıxıcı səviyyə deyil. Amma bu belə xidmətin qarşısında sahabələr Allah Resulü tərif edirlər. Həzrət Peyğəmbər deyir, əsəbləşir. Sahabələr deyir ki, biz Allah Resulünün qəzəbləndiyin üzünün qızartısından bilirdik. Allah Resulü minbərə çıxır. Nə buyurur? Xristiyanlar Həzrət İsa'nı ucaltdıqları kimi və onu Tanrı səviyyəsinə gəlib çıxartdığı kimi məni tərifləmir. Mən deyil, ya Rəsul deyəsiniz, ya qul deyəsiniz. İsra hadisəsində nazil olan ayətlər nə keçir? Bir gecə öz qulunu Məscid-i Həramdan Məscid-i Aqsaya aparan Allah pak və müqəddəsdir. Həmin ayət enəndə Allah Resulü ağlayırdı. Sahabələr sorur ki, ey Allah Resulü, sizi ağladan səbəb nədir? Buyurur ki, mən durmadan Rəbbimə deyim ki, ya Rəbbi, məni özünə qul et. Ayətdə əbd keçir, əbd qul. Deyir, Allah məni özünə qul etdi. Təvəzzükarlığın ən üstün bir səviyyəsidir. Və bunu bizə misal niyə gəlib günümüzə qədər çıxır? Çünki insanlar bunu edə bilər deyə gəlib çıxıb. Əgər bu Quran ayəsi olsaydı, nə dedi? Onun mərhələ ki, insanın güc çatmır. Amma Allah subhanahu wa ta'ala öz Həbibinin, o Rəsulunun həyatında bunu yaşatdırdı və bu nümunəni bizə göstərdi. Ki, bir insan nə qədər gözəl olarsa, o qədər yüksələr. Əbu Zər radiyallahu anh, sahabələr içində ən zəif bir şəxs. O qədər səmimi, o qədər mehriban bir şəxs ki, döyüş əsnasında Allah Resulü sallallahu aleyhi ve sellem sevilir artıya. Orada sarı. İlk soruşduğu nədir? Əbu Zər buradadır mı?
Sahabə ağlayır, deyir ki, vallahi, billahi o anda Əbu Zərin yerində olmaq istəyərdi. Ki, Allah Rəsulü bu ordunun içindən soruşduğu Əbu Zər oldu. Əbu Zər ən zəif bir şəxs idi. Amma Əbu Zər daim insanların xidmətində idi. Əbu Zər heç vaxt qürrələnmirdi. Musab radiyallahu anh. Musab radiyallahu anh ən varlı bir şəxsin evladı idi. İslam dinə də daxil olanda bütün var dövlətin geri atdı. Bu ki, bunlar mənə təkəbbürlük gətirir. İslam dini isə mənə təvəzzükarlıq gətirir. Mən təvəzzükarlıq gətirənə sarı gedirəm. Və Musab radiyallahu anh şəhid olur. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem dəfn etdiyi şəxslərdən biridir Musab radiyallahu anh. Biz həyatına baxdığımızda, sahabənin, tabiinin, hər birinin həyatına baxdığımızda günümüzə qədər bizə örnek olanlar kimlərdir? Təvəzzükar olan şəxslər. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə nə buyurur? Bunlarda sizin üçün ibrətlər var. Və biz bunlardan ibrət götürüb nəyə götürəcəyik? Qardaşlar, demə nə qədər təvəzzükar olsun, Allah bizi ucaldar. Vallahi Allah bizi ucalsa, insanlar da bizi sevəcək. Bugün vallahi insanların sevgisindən ötürü əlləşmək lazım deyil. Təvazükar olsaq, vallahi Allah hər kəsə bizi sevdirəcək. Çünki Həzrət Peyğəmbər nə buyurur? Allah bir qulu sevərsə, Cəbrail də sevər. Cəbrail bir qulu sevərsə, ərşin mələkləri də sevər. Ərşin mələkləri sevərsə, yer əhlin mələkləri də o sevər. Demək, birinci biz Allah rızasını təvəzzükar olmalıyıq, təkəbbürlü, kibirli insanlara qarşı olmalı deyilik. Gücümüzlə, malımızla, imkanımızla, vallahi ən çox var olanlardan bir Qarun edir ki, Allah subhanahu wa ta'ala Quran-ı Kərim ki, biz Qarunu yerin dibinə batırdıq. Niyə? Qarun var dövlətindən dolayı təkəbbür oldu. Həzrət Musa'ya nə buyurdu? Ey Musa, mən də Harun qədər bilirəm. Və Harundan daha çox. Hətta Tövratı səni qədər bilirəm. Rəbbimə dua et, mənə də Peyğəmbər etsin. Necə Harunu sənə yaxın etsə, mənə də elə yaxın etsin. Allah subhanahu wa ta'ala o təkəbbürlüyündən dolayı onu yerin altına batırdı. Allah subhanahu wa ta'ala hər birimizi daima təvəzzükar olub, yerin altına yox olub gedənlərdən deyil, özündən sonra iz qoyub gedən bir qullardan etsin hər birimizi.